Mənim əzizlərim, davam edirik tərəzi bürcü ilə. 19-25 yanvar həftəsi tərəziləri nələr gözləyir? Oğlaq bürcündəki yeni ay ev, ailə, daxili təhlükəsizlik mövzularınızı aktivləşdirir. Yaşadığı mühit, emosional bağlarınla bağlı ciddi qərarlar gündəmdə olacaq. Özü, hərəkəti, sevgisi, pul, sağlıq. Ümumi enerji, bolluq, rahatlıq, dəyər hissi gətirir. Özünə qayğı ön plandadır. Hərəkət, balans, düzgün qərar tələb edir. Tələsik addımlardan uzaq durmaq lazımdır. Sevgidə qarşılıqlı anlayış, uyğunluq var. Dürüst bir yaxınlaşma münasibəti daha da gücləndirə bilər. Pul mövzusunda müstəqillik, öz qazancın ön plana çıxır. Öz ayaqları üzərində durmaq hissi daha da gündən-günə sizdə güclənir. Sağlıqda bərpa və rahatlanma var. Ruh halınız yüngülləşir, yaxşılaşır. Özünüzü rahat hiss etməyə başlayırsınız. Tərəzi üçün bu həftə balansı tapdıqca həm sevgi, həm bolluq gəlməyə başlayır. Bu qədər mənim əzizlərim.